Maşın küçəni dönə-dönə gəlirdi. Müəllim bunu sənə dönə-dönə deyib. Burada dönə-dönə. Aha, buradakı dönə-dönə nədir? Buradakı dönə-dönə nədir? İfadə vasitəsini soruşuram. Zərflik. Yox, bunların ikisi də onsuz da zərflikdir. Bəli. Cümlə üzvüdür. Mən soruşuram ki, buradakı dönə-dönə, bu zərfliyin ifadə vasitəsi buradakı dönə-dönə nədir? Buradakı dönə-dönə nədir? Necə taparsan? Sual verirəm. Mhm. Dönə-dönə gəlir. Necə gəlir? Maşın küçəni dönə-dönə. O görə bilir. Gəl ikinciyə bax, bəlkə ikincidə görərsən. İkincinin sualı çünki ikincinin sualını çünki fərqli də verə bilərsən bu dönə-dönəni. Necə deyil, başqa bir şey də verə bilərsən. Müəllim bunu sənə dönə-dönə deyib. Necə deyil? Bax məsələn mən müəlliməm. Yox. Mən tərz deyil. Müəllim bunu sənə bir dəfə deməyib də, dönə-dönə deyib. Yəni Çoxlu deyil. çox deyib, çoxlu deyib, ay sağ ol. Dəfələrlə deyib. Mən əgər bu dönə-dönəni dəfələrlə, çoxlu sözü ilə əvəz edə bilirəmsə, bu olur miqdar zərfi. Miqdar. Amma buradakı dönə-dönə tərz zərfi. Yox. Amma maşın küçəni dönə-dönə gəlirdi də, mən bu dönə-dönədə feili bağlamada bir dənə şəkilçi keçmişdik. AA şəkilçisi. Düzdürmü? O işdə insanam yadımdan çıxdı, hə? Feili bağlamada. Əgər mən bu dönə-dönəni araq ərək şəkilçisi ilə əvəz edə bilirəmsə, maşın küçəni dönərək gəldi. Yenə də araq ərəkdə feili bağlamanı şəkilçisi olacaq, feili bağlamayacaq. Bu çıxacaq ha qabağıma.